Salam, hər vaxtınız xeyir olsun. Bu videoda Dövlət İmtahan Mərkəzinin bugün ikinci qruplar üçün keçirdiyim ikinci cəhd qəbul imtahanı riyaziyyat suallarına baxırıq. Birinci suala baxaq. Fx və gx funksiyaları verilir və bu funksiyaların fərqinin limiti x sonsuzluğa yaxınlaşdıqda 6-ya bərabər olarsa k və b parametrlərinin qiymətlərinin cəmini tapın. Əvvəlcə funksiyaların fərqini yazaq. Limit x sonsuzluğa yaxınlaşdıqda k(x = b) çıxılsın x kvadrat çıxılsın 9 bölünsün x. Eyni məxrəcdə yazaq. Limit x sonsuzluğa yaxınlaşdıqda məxrəc x, k(x = b)x-ə vurulur. K(x kvadrat = b)x çıxılsın x kvadrat = 9. Və bu limitin cavabı verilib 6-ya bərabərdir. Yanımıza salırıq ki, limit x sonsuzluğa yaxınlaşdıqda surət və məxrəc hər hansı bir çox ədlidir. Ax üstü m, məxrəc b, x üstü m şəklindədir. Bu, əgər n m-ə bərabər olarsa, əmsalların nisbətinə bərabər olur. Yəni, bu ifadənin limiti, əgər n m-ə bərabər olarsa, baş həddin əmsallarının nisbətinə bərabər olur. Hər hansı bir ədədə bərabər olur. Və burada da cavab 6-ya bərabərdir. Bu da hər hansı bir ədəddir. Deməli, surət və məxrəcin, yəni dərəcələri, qüvvətləri bir-birinə bərabər imiş. Digər hallarda, məsələn, əgər n-dən böyük olarsa, cavab sonsuzluğa bərabər olur. N-dən kiçik olarsa, cavab 0-a bərabər olur. Burada hər hansı bir ədədə bərabər olduğu üçün, deməli, surət və məxrəcin dərəcələri, qüvvətləri bir-birinə bərabərdir. Surətdə fikir verir, kx kvadrat çıxılsın x kvadrat var. Deməli, bax, bu kx kvadrat çıxılsın x kvadrat buradan getməlidir. Yəni, kx kvadrat çıxılsın x kvadrat 0-a bərabər olmalıdır. Yəni, kx kvadrat bərabərdir x kvadrat və k-da bərabər olmalıdır 1-ə. Bax, burada k-nın artıq qiyməti tapılır. K bərabərdir 1-ə. Deməli, qalır burada limit x sonsuzluğa yaxınlaşdıqda surət bx = 9 məxrəc x bərabərdir 6. Diqqətlə fikir verir, surət və məxrəcdə çox ədilən dərəcələri bir-birinə bərabərdir. Elə əmsalların nisbətinə bərabər olmalıdır. Cavab bu qaydamıza əsasən məxrəcdə əmsal 1-dir, surətdə b-dir. Deməli, elə bu limitin cavabı b-yə bərabərdir. b bərabərdir 6 da buradan tapılır. K bərabərdir 1-i də tapmışdıq. Sualda bizdən soruşur k və b parametrlərinin cəmini tapaq. Deməli, 6 + 1 cavabımız 7 B variantı. İkinci sual, ədədi silsiləyə aiddir. A1 bərabərdir 3, A7 -9 olarsa, bu silsilənin A-yə bərabər -27 olan həddinin nömrəsini tapın. Yəni, bizdən n soruşur. A1 və A7 məlumdur. Biz buradan silsilə fərqini tapa bilərik. Deməli, silsilə fərqində D bərabərdir. AN çıxılsın AN bölünsün. N çıxılsın N düz doğru əmsalsə. A7 çıxılsın A1 bölünsün. 7 çıxılsın 1. A7 -9'dur. -9 çıxılsın 3 bölünsün 6. Bu da bizə verir. -2. Silsilə fərqi -2-yə bərabərdir. Və biz A7 üstünə müraciət etməliyik. A7 bərabərdir. A1 + D vurulsun. N çıxılsın 1. A7 bizə verir -27. A1 məlum 3-ə bərabərdir. Silsilə fərqinin D-ni tapdıq. -2. Vurulsun N çıxılsın 1. Bax, buradan n-i tapmalıyıq. 3-ü sola keçirək, -30 bərabərdir. -2 vurulsun, n çıxılsın 1. Buradan n çıxılsın 1-i tapaq. -30-u -2-yə bölək 15 və n bərabərdir 15 = 1. N bərabərdir 16. Üçüncü sual bərabərsizliyi həll edin. Deməli, sağdakı kəsiri sola keçirmək lazımdır. 2x çıxılsın 7 çıxılsın. Bax, burada 16'nın qarşısında mənfi var. Sola keçəndə üstəgəl olur. Surət 16, məxrəc 2x üstəgəl 1, kiçik bərabərdir 0. Deməli, eyni məxrəcdə yazmalıyıq. Məxrəcimiz 2x üstəgəl 1, 2x çıxılsın 7, 2x üstəgəl 1-ə vurulacaq. Deməli, 4x kvadrat, 2x 1-ə vurulur. 2x -7, 2x-ə vurulur. -14, x, -7 1-ə vurulur. -7 üstəgəl 16 kiçik bərabərdir 0. Surəti
Deməli, islah edirik. 4x kvadrat. 2x çıxılsın 14x. Mənfi 12x. Mənfi 7 üstəgəl 16. Da bizə 9 verir. Məxrəc 2x üstəgəl 1. Kiçik bərabərdir 0. Surətə fikir verirsək, surət iki ifadənin fərqinin kvadratıdır. Məxrəc olduğu kimi yazırıq. Surət 2x çıxılsın 3-ün kvadratını verir bizə. Burada artıq təkrarlanan kök olur. Surətdən ayrıca kökü tapırıq. 2x çıxılsın 3 bərabərdir 0. X bərabər olur. Deməli 3 bölünsün 2, yəni 2-də 3. Məxrəcdən də kökü ayrıca tapırıq. 2x üstəgəl 1 bərabərdir 0. X bərabərdir mənfi 2-də 1. Getiririk 59 əldə qeyd edirik. Deməli, mənfi 2-də 1. Məxrəcdə olduğu üçün nöqtəmiz açıldı. Mənfi 2-də 1. İkinci nöqtəmiz 2'də 3 intervallara ayrılır. Burada 2'də 3 tekrarlanan köktür. Sağdan müsbət yazırıqsa sol tərəfində də müsbət olmalıdır. Və mənfi işarələr bölgələşir. Bizdən kiçik bərabərliyi soruşur. Deməli, mənfi yazdığımız aralığı götürürük. Mənfi sonsuzluqdan 0'a bir də bax burada nöqtə qapalı olduğu üçün 2'də 3'ün özünü də götürürük. Yəni mənfi sonsuzluq mənfi 2'də 1 birləşməsi təkcə 2'də 3'ün özü bu da fiqurlu mötərizənin içində göstərilməlidir. Cavabımız olur A variantı. Dördüncü suala baxırıq. ABC üçbucağının bucaqsı 90 dərəcədir. AD DB'yə bərabərdir və qiymətində 10 verir. AD və BD hər ikisi 10'dur. AY 12'dir və YC 4'dür. DY'nin uzunluğunu tap. Bu DY'nin uzunluğunu 1x yazaq. Diqqətlə fikir veririk. AD və BD bir-birinə bərabər. Hər ikisi 10'dur. C və D'ni bax burada birləşdirib. Baxın CD parçasını çəkə bilərik. Deməli, hər ikisi bərabər olduğu üçün CD burada artıq median olur. Biz də düzbucaqlı, üçbucaqda düzbucaq təpəsindən çəkilmiş medianın xassəsini bilirik. Düzbucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısına bərabərdir. Yəni, CD də ona bərabərdir. Və burada biz deməli D təpəsindən AC'yə bir hündürlük çəkə bilərik. Burada AC'yə hündürlük çəksək, axı AD C üçbucağı bərabər yanlıdır. Yan tərəfləri ona bərabərdir. Onda çəkilən hündürlük həm təbələ, həm də median olur. Yəni AC parçasını 2 bərabər hissəyə bölür. AC parçası özü 12 üstəgəl 4, yəni 16'ya bərabərdir. AC parçasının uzunluğu yarıya bölündüyü üçün burada bir K yazsaq, AK 8'e bərabər olacaq. AK bərabərdir SK. Bu da bərabərdir 8. Deməli, SK 8'dirsə, SY əvvəldən 4 idi. Deməli, KY də 4'e bərabər olur. Bizə nə lazımdır? Biz DY'ni tapmağa çalışırıq. DY'ni tapmağa çalışırıq. KY artıq məlum oldu 4. Qalır DK. DK'nı da bax burada, yəni AKD üçbucağını tapa bilərik. Üçbucaq AKD'də. Hipotenuzu 10'dur. Katetlərdən biri 8'dir. Deməli, bax burada KD'ni tapmaq olur. KD bərabər olacaq 6'ya. Bax, ortaya əlinə görə KD 6'dır. Qalır DY'ni tapmaq. DY'ni də biz üçbucaq KDY'dən tapırıq. Bu da düzbucaq üçbucaqdır. Deməli, DY'nin kvadratı bərabərdir. 6'nın kvadratı üstəgəl 4'ün kvadratı, yəni 36 üstəgəl 16. 52 və buradan D'yə bərabər olur. Kökdə 52, yəni 2 kökdə 13 C variantı. 5-ci tapşırıq bərabər tərəfli üçbucağın sahəsi kökdə 3 bölü 2'dir. Onun tərəfini tapın. Bərabər tərəfli üçbucağın sahəsi 1, 2, S bərabərdir A kvadrat, kökdə 3 bölünsün 4 və bizə bunu verib kökdə 3 bölünsün 2. Hər tərəfi kökdən 3'ə bölə bilərik. A kvadrat bölünsün 4. Bərabər olur 2'də 1'ə. Deməli, 2A kvadrat bərabərdir 4. A kvadrat bərabərdir 2 və A bərabərdir kökdə 2. 6-cı sual kompleks ədədlərə aiddir. Kompleks ədədlərin hasilini tapın. 1 çıxılsın 5i
vurulsun 2 üstə gəl 3i. Çox əlin vurulma qaydasıyla vurub açırıq. 1 2-yə vururuq, 2-yə, 1 3-yə vururuq. 3-i mənfi 5-i 2-yə vururuq. 10-i mənfi 5-i 3-yə vurmaq lazımdır. Mənfi 15 i kvadrat. Və bilirik ki, i kvadrat mənfi 1-ə bərabərdir. Deməli, 3i çıxılsın 10-i mənfi 7i. Mənfi 7i. I kvadratın yerine mənfi 1 yazsaq, qalacaq burada 2 üstə gəl 15. Bu da bizə verəcək 17 çıxılsın 7i. 7-ci sualda sadə bir sualdır. 1 bölünsün n üstə gəl 1 bölünsün n-i soruşur. Ortaq məxrəcə gətirsək, məxrəcimiz n-in surət olacaq. n üstə gəlin. Bunların da cavabını bizə vermişdir. Surət 16, məxrəc 4, 16 böldü, cavabımız 4. 8-ci sual. Tənliyin kökləri çoxluğunu verir. Bizə 1, 2, 3k n üstə gəl 1, 2 verir. Diqqətlə tənliyə fikir verir. Tənlikdə vurğuların hasili sıfıra bərabərdir. Və hasil nə zaman sıfıra bərabər olur? Vurğulardan hər hansı biri sıfıra bərabər olarsa və ya hər ikisi sıfıra bərabər olanda buna görə də biz hər bir vurğu sıfıra bərabər edirik. X kvadrat üstə gəl m üstə gəl n bərabərdir 0. Y teoremindən istifadə edirik. X1 üstə gəl x2 bərabərdir. İkinci əmsalın əksinə mənfi m. X1 vurulsun x2 bərabərdir. Sərbəst həddə, yəni n-ə. İkinci tənlikdə yazırıq. X kvadrat üstə gəl p, x üstə gəl q bərabərdir 0. Buradan da kökləri x3 və x4 götürək. x3 üstə gəl x4 bərabərdir mənfi p-yə. x3 vurulsun x4 bərabərdir. x3 vurulsun x4 bərabərdir q-yə. Və bu kökləri bizə verir 1, 2, 3 k verirsiniz. Deməli, köklərin cəmini götürək. Mənfi m üstə gəl mənfi p bərabərdir 1 üstə gəl 2 üstə gəl 3 üstə gəl k. Deməli, bu m üstə gəl p-ni də bizə verir. Baxın ki, mənfi m-də bizə xaricini çıxarsaq, mənfi m üstə gəl p bərabərdir. Toplasaq 6 üstə gəl k. M üstə gəl p-də 2-yə bərabər olduğu üçün gətir yerinə yazırıq. Mənfi 2 bərabərdir 6 üstə gəl k və buradan k-nı tapırıq. K bərabər olur mənfi 8-ə. Bizdən elə k soruşuldu. Cavabımız olur D variantı. 9-cu sual trigonometrik tənliyidir. Kosinus x bərabərdir mənfi kökdən çıxarılsın 2. Kosinus x bərabərdir A tənliyinin kökü. A əgər mənfi olarsa x bərabər olurdu. Müsbət mənfi pi çıxılsın A kosinus A üstə gəl 2 pi k. Və x bərabərdir müsbət mənfi pi çıxılsın. Kökdən bölü 2-ni alır. Deməli, 30 dərəcədə, yəni pi bölü 6-da pi çıxılsın. Pi bölü 6 üstə gəl 2 pi k. Deməli, x bərabər olur. Müsbət mənfi 5 pi bölünsün 6 üstə gəl 2 pi k. Bu da bizə verilir. C variantında. 10-cu sual radiusu 4 cm olan kürənin daxilə bərabər tərəfli silindir çəkilmişdir. Kürənin səthinin sahəsi silindirin tam səthinin sahəsindən nə qədər böyükdür? Deməli, kürənin daxilinə bərabər tərəfli silindir çəkilmişdir və bərabər tərəfli silindir bilirik ki, yanın ox kəsiyi kvadrata bərabərdir. Kürənin radiusunu verir. Kürənin radiusu 4-dürsə, onda bu kvadratın diagonalı 8-ə bərabər olacaq. Kvadrat olduğu üçün bu tərəflər bir-birinə bərabərdir. Yəni 2r burada h-a bərabərdir. Deməli, diagonal 8 olduğu üçün h burada bərabər olacaq. 8 bölünsün kökdə 2, yəni 4 kökdə 2, r də bərabər olacaq. Deməli, 4 kökdə 2-nin yarısı. Yəni 2 kökdə 2. Biz burada silindirin tam səthini tapaq. S tam bərabərdir. Deməli, 2 pi r vurulsun, r üstə gəl h. R 2 kökdə 2-dir. Vururuq 2-yə. 4 kökdə 2. Deməli, pi.
2 kökdə 2 üstə gəl. H4 kökdə 2. Deməli, 6 kökdə 2 vurulur 4 kökdə 2'ye. Bu da bizə verir. Deməli, 24 bölü 2, 48 pi. Bu silindrin tam səthinin sahəsi, kürənin tam səthinin sahəsi S kürə 4 pi kvadrat. Deməli, külə radiusu da 4 idi. 4'ün kvadratı 16, 16 94, 64 pi. Və axırda onların fərqini soruşur bizdən. 64 pi çıxılsın 48 pi. Bu da bizə verir 16 pi. 11-ci sual bu cəmin 6'ya bölünməsindən alınan qalıbı tapılır. Səmə fikir verir 1 faktorial, 2 faktorial, 3 faktorial və s. 1 faktorial 1'e bərabərdir, 2 faktorial 2'ye bərabərdir, 3 faktorial 6'ya bərabərdir, 4 faktorial 24, 5 faktorial 120 və s. Diqqətlə fikir versək 6 faktorial 720 və s. Bunların fikir verək 6'ya bölünməsinə. Baxın 1, 2 faktorla bölünməyəcək 6'ya, amma 6'dan sağ tərəfə doğru baxdıqda fikir verirsək, toplananların hər biri 6'ya bölünəcək. Toplananların hər biri 6'ya bölünəcək. Əgər toplananlar hər biri 6'ya bölünürsə, cəm də 6'ya bölünür. Burada qalıb qalacaq 1 üstə gəl 2. Bax, bu bizdə qalıb olacaq. Buna görə də qalıbımız olacaq 3. On ikinci suala fikir verək. A bərabərdir. 4'ü yazırıq 2 üstü 2. 9'u yazırıq 3 üstü 2. 2 üstü 4m. 3 üstü 2m. Sadə buraların hansı şəkildə göstəririk? Sadə buraların sayını bizə verir 12. Yəni qövvət üstü nəticəsi sayda həm nədə də bərabərdir. Yəni 2'lərin sayı burada 4m qədərdir. 3'lərin sayı isə 3 sadə buraların sayı 2m qədərdir. Onların yəni bizə sayını verir. 4'ün üstə gəl 2m bərabərdir 12. 2'ye bölsək 2'nin üstə gəl m bərabərdir 6. Bizdə nə soruşur? M'in alabiləcəyi qiymətlərin cəmini tapın. Burada artıq seçmə yolu ilə qiymətlə verəcəyik. Əgər M'ə 1 versək, M onda gələk 2'ye bərabər olsun. Daha doğrusu M'e 1 versək, onda 2M 5'e bərabər olur. M tam ədəd alınır. Deməli 1 almayacaq burada M. M'e 2 versək, qiymətini versək, onda 2M də bərabər olacaq 4'ə. M də bərabər olacaq 2'yə. Deməli M 2'ni alabilir. Sonra M'e 3 versək, yenə də 2M 3'e bərabər olur. Yəni tam ədəd alınır burada. Natural deyil, hər ikisi naturaldır. M'e 4 qiymətini versək, 6 çıxılsın 4, 2'ye bərabər olar 2'ye, M də bərabər olar 1'ə. Deməli, burada M bərabərdir 4'ü alabilir. Digər qiymətləri vermək olmayacaq. Çünki M'ə 5 versəydə alınmır, 6 versəydə yəni sıra gedir. M qiyməti deməli, M bərabərdir 2 və M bərabərdir 4. Bizdən də bunların cəmini soruşur. 2 üstə gəl 4, cavabımız 6. A nöqtəsində radiusu 4 cm olan çevrəyə AB toxunanı və çevrənin mərkəzinin, yəni o mərkəzindən keçən AC kəsənin çevrilmişdir. Bu cavab 30 dərəcədir. AC parçasının uzunluğu soruşur bizdən. Deməli, radiusudur. Bu da radiusu OC-dir radiusu. Bizdən də AC-ni soruşur. Deməli, biz A-ını bilməliyik. 30 dərəcə uzağın qarşısıcı qayd hipotenuzun yarısıdır. Deməli, AO 8'e bərabər olur. 30 dərəcə uzaq qarşıdakı katetin xassəsinə görə OC özü də radiusu idi. 4'e bərabərdir. Deməli, AC ilə bərabərdir. 8 üstə gəl 4. On dördüncü sual ABCD nöqtələri yazıldığı ardıcıllıqla müsbət üzərində qeyd olunmuşdur. Baxaq. ABCD və AD 81'dir. AD parçasının uzunluğu 81'e bərabərdir. CD 36'dır. CD 36'dır. AD 39'dur. Və bizdən BC parçasını soruşur. BC parçası da bax burada
uzunluğu rahat görünür. Deməli 39 üstəgəl 36 üstəgəl x 81'e beraberdir. 75 üstəgəl x beraberdir 81. X de beraberdir 81 sıkılsın. 75 x beraberdir 6. 15. sual integrala aittir. İntegral sənədlərinə fikir versək, 1-dən 4'ə, 4'dən 1'ə. Deməli, bax bu 4'dən 1'in yerini dəyişdirsə, bu mənfi işarəsini əksinə dəyişdirə bilərik. Yəni, integral 1'dən 4'ə x kvadrat sinus kvadrat 4x dx üstəgəl integral 1'dən 4'ə x kvadrat kosinus kvadrat 4x dx. Bax bu zaman integralın sənədləri eyni oldu. Eyni integral işarəsi altında yaza bilərik. Alınır. X kvadrat birbaşa yazalım edersek aydını çıxaraq. Sinus kvadrat 4x üstəgəl kosinus kvadrat 4x dx. Əlbəttə ki, bilir ki, bu cəmdə bizə 1 verir. Deməli, alınır integral 1'dən 4'ə x kvadrat dx. X kvadratın iktidai funksiyası x bölünsün 3'e beraberdir. Ve birinci dəfə 4'ü yazırıq yerinə. 4'ün kubu 64 bölünsün 3. İkinci dəfə 1'i yazırıq yerinə çıxılsın. 3'lə 1 bu da bize verir. 3'də 63. 63'ü də 3'e bölürük. Cevabımız olur 21 C variantı. 16. sual üçbucaqlı piramiddən yan tillərdən uzunluqları verilir və yan tillər qarşılıqlı perpendikulyardır. Deməli, bu özü bir qaydadır. Əgər üçbucaqlı piramidada yan tillər bir-birinə deməli perpendikulyar olarsa və yan tillər ABC ilə işarə olunursa, onda S bərabər olur. Daha doğrusu həzm ve beraber olur. Yan dillerinin hasili ABC bölünsün 6. Düsturdan istifade edirik. Həcm beraberdir. Kökdə 2 vurulsun. Kökdə 3 vurulsun. 3 kökdə 6 bölünsün 6. Deməli, kökdə 2 vurulsun. Kökdə 3 ilə kökdə 6'ya beraberdir. Kökdə 6 vurulsun. 3 kökdə 6 bölünsün 6. Kökdə 6 vurulsun. Kökdə 6 6'ya beraberdir. 6 vurulsun. 3 bölünsün 6. Bu da bize verir 3. 17. sual perimetri 12 olan rombu diagonalların kvadratları cəmli tapın. Yəni 1 metr rombda 4A olduğu için 4A 12'ye beraberdir ve buradan artık biz A'nı tapırıq. Rombun tərəfi A 3'e beraberdir. Diagonalların kvadratları cəmli D1 kvadrat üstəgəl D2 kvadrat. Bu da düsturdur. Rombu da 4A kvadrata beraberdir. Buradan D1 kvadrat üstəgəl D2 kvadrat beraberdir. 3'ün kvadratı 9. 4 vursun 9 36. 18. suala baxırıq. Əgər dərəcə 3 dərəcədirsə, qüvvət və dərəcə o zaman modulda A çıxılsın 1'e beraber olur. Qaydamıza əsasən birinci dərəcədən A üstü M beraberdir. Əgər M cütdürsə modulda A. N-əgər cütdürsə modulda A'ya beraberdir. Tek dərəcə olanda yəni tek dərəcə olanda modula ihtiyac yoxdur. Elə özünə beraberdir. 3 A çıxılsın 4'ə. Burada da deməli 4 qüvvəti mötərizənin üzərindədir. 1 çıxılsın 2A'ya beraber olur. Qalır bu modulu atmaq üçün bizə yəni müəyyən bir şərt lazımdır. O şərti bax bu kökün altı ifadədən götürə bilərik. Əgər 1 çıxılsın 2A cüt dərəcədən kökün altında verilirsə, bu deməkdir ki 1 çıxılsın 2A böyük beraberdir 0. Mənfi 2A böyük beraberdir mənfi 1. 2A kiçik beraberdir 1 və A kiçik beraberdir 2'də 1. A 2'də 1'dən kiçik beraberdirsə, deməli burada modulun daxilindəki işarə ifadənin işarəsi mənfidir. Mənfidirsə biz bilirik ki həmin ifadənin əksini çıxarırıq moduldan. Yəni 1 çıxılsın A üstəgəl 3A çıxılsın 4 üstəgəl 1 çıxılsın 2A mənfi A üstəgəl 3A müsbət 2A 2A'dan 2A'nın çıxanda 0. Yəni bax bağlar buradan gedir. Qalır 1 çıxılsın 4 mənfi 3 mənfi 3 üstəgəl 1 mənfi 2.
19. sual verilmiş ki burada AB 16'ya beraberdir. B'yi 7'ye beraberdir. CD 9'a beraberdir. CD deməli paraleldir. CD paraleldir AB'ye ve 7 paraleldir AC'ye. 7 paraleldir AC'ye. C parçasının uzunluğunu soruşur bizden. C'ye bir x yazar. Paralel varsa biz burada yani çarpaz bucaqlardan daxili bir tərəfli bucaqlardan, uyğun bucaqlardan danışa bilərik. Yani bu üç bucaqların oxşarlığından əlbəttə ki istifadə edəcək. Üç bucaqların oxşarlığını sübut etmək lazımdır. Yani hansı üç bucaqlar burada oxşardır. Fikir verək, əgər CD AB'ye paraleldirsə, onda bax, bu parçada kəsəndirsə, çarpaz bucaqlar göstərə bilərik. Bu alfadırsa, bu da alfadır. Sonra YD AC'ye paraleldir. YD de AC'ye paraleldirsə, onda mesela C'ye de kesen kimi baxsaq, bak bu iki bucaq da burada daxili çarpaz bucaq olar beta. Eğer bu bucaq betadırsa, bu da betadır. Karşılıqlı bucaqlardır. Yani zaten bu iki üç bucaqdan, üç bucaq deməli, bura bir hərf yazaq, K yazaq. Deməli, BKY, üç bucaq BKY, bucaq əlamətinə görə oxşardır. Üç bucaq YDS'ye. Üç bucaq YDS'ye. Bu üç bucaqların uyğun tərəflərin nisbətini yaza bilərik. Yəni, alfanın qarşısında 7'dir. Alfanın qarşısında x'dir. Beta'nın qarşısında deməli, burada AB'nin bütöv vermişdir bizə. Beta'nın qarşısında burada 9'dur. Paralelliği var axı burada. Əgər paralelliği varsa, sönük paralelogramdan gedir. Deməli, bura AK parçası 9'dur. AK parçası 9'dursa, onda BK da ilə 7'ye beraberdir. BK da 7'ye beraber olduğu için surətimiz də olur 7. Deməli, biz buradan artıq x tapdıq. X beraber olur 9'a. 20. suala baxaq. Deməli, A ədədi B ədədinin 40%'dir. M'in hasilini tapın. Yəni, A ədədinin qiyməti 3M çıxılsın 5 bölünsün M beraberdir. 5M üstəgəl 10 bölünsün M'in 40%. 40%'de yazıq elə 0,4. Bura matrisiyə 3M çıxılsın 5 bölünsün M beraberdir. 5'i 0,4'e bırak 2M. 0,4'e ona vuranda 4 bölünsün M. M2 çilesi olan 3M çıxılsın 2M beraberdir. 4 bölünsün N üstəgəl 5 bölünsün M. M beraberdir. 9 bölünsün N. Deməli, M'in beraberdir 9. Bizdən nə soruşulur? M'in hasilini tapın. Cevabımız olur A variantı. 21. sual, bu funksiyanın -3, -1 parçasının en kiçik qiymətini tapın. Funksiyanın verilmiş parçadakı en büyük ve en kiçik qiymətin tapılması, yəni törəmə bölməsinə aiddir. F'(x)'ı, yəni funksiyanın törəməsini sıra beraber edirik. Alınan yəni cavab, əgər bu parçada varsa, həmin nöqtədə və parçanın ucu nöqtələrində funksiyanın qiymətini tapıb, nəhayət içərisindən ən kiçik qiyməti seçirik. Əvvəlcə törəməyə baxaq. Deməli, funksiyanın törəməsinə baxırıq. -6'da 1 vurulsun. X-qovun törəməsi 3x kvadrat çıxılsın. 2'də 1 vurulsun. X kvadratın törəməsi 2x. 11,2'nin törəməsi sabit ədəddir. Sıra bərabərdir. -6 və 3 burada ixtisar getsə, -2'də 1 x kvadrat. 2 və 2 vaxt burada gedir, qalır. Çıxılsın x. Bərabər edirik 0'a. İşarələrdə atan x'i çıxaralım ötürüzə. Xaricinə qalır. 2'də 1 x üstəgəl 1 bərabərdir. X'ın birinci qiyməti 0. Deməli, 2'də 1 x üstəgəl 1 bərabərdir 0. 2'də 1 x bərabərdir -1. X bərabərdir -2. Diqqətlə fikir verilmiş parçaya -3, -1 parçasına 0 daxil deyil, amma -2
-3 və -1-in yəni arasında yerləşir. Deməli, verilmiş funksiyanın -3 qiymətində -1 və -2 yəni nöqtəsindəki qiymətlərini hesablamalıyıq. Əvvəlcə -3 qiymətinə fikir verək. F -3 bərabərdir. Hadi x varsa yenə -3 yazırıq. -6-da 1 vurulsun. -3-ün kubu -27. -2-də 1 vurulsun. X-in kvadratı yəni -3-ün kvadratı 9. Üstə gəl 11/3-də 2. Deməli, mənfi hasili müsbət 6 və 27 3-ə ixtisar getsək, məxrəc 2, sürət 9 çıxılsın. 2-də 9, üstə gəl 11/3-də 2. Bunlar burada ixtisar gelir, qalır 11/3-də 2. İndi keçirik -1 qiymətinə. F -1 bərabərdir. -6-da 1 vurulsun. X-in kubu yəni -1-in kubu -1. Çıxılsın. 2-də 1 vurulsun. X-in kvadratı yəni -1-in kvadratı 1. Üstə gəl 11/3-də 2. -6-da 1 vurulsun. -1 müsbət 6-da 1. Çıxılsın. 2-də 1. Üstə gəl 11/3-də 2. Deməli, 6-da 1 çıxılsın. 6-da 3. -6-da 2. Bu da -3-də 1 verilirsə. Üstə gəl 11/3-də 2. 11/3-də 2-dən də 3-də 1 çıxsaq. Bu da bizə 11/3-də 1 verir. 11/3-də 1 qalır. -2 qiyməti. F -2 bərabərdir. -6-da 1 vurulsun. X-in kubu yəni -2-nin kubu -8. -2-də 1 vurulsun. X-in kvadratı yəni -2-nin kvadratı 4. Üstə gəl 11/3-də 2. Deməli, 2 ixtisar getsə məxrəc 3 surət 4. 2 ixtisar getsə çıxılsın 2. Üstə gəl 11/3-də 2. Deməli, bu bizə 3-də 35 verir. 3-də 4, 3-də 35 toplasaq 3-də 39 çıxılsın 2. Məxrəc 3. 39 çıxılsın 6. 3-də 33. Bu da bizə verir 11. Bizdə də ən kiçik qiymətini soruşurdu. Baxın, 11/3-də 2, 11/3-də 1. Ən kiçiyi olur 11. B variantı. 22-yə baxaq. Loqaritmaya aiddir. Sağ tərəfə diqqətlə fikir verək. Loqaritma deməli, A əsası görə B bərabərdir. Bir əsasdan başqa əsasa keçmə düsturuna görə, məsələn, A əsasına C əsasına keçmək istəyəndə loqaritma C əsasa görə B bölünsün loqaritma C əsası görə A. Həmin bax bu düstura əsasən loqaritma 5 əsasa görə 2 bölünsün loqaritma 5 əsasa görə 3 bərabərdir. Baxın, B 2-dir, A 3-dür. Deməli, bərabər olacaq loqaritma 3 əsasa görə 2. Deməli, loqaritma 2 qız çıxılsın 1 əsasa görə 8. 8-i də 2-nin kubu yazaq. Bərabərdir loqaritma 3 əsasa görə 2. Və bax, burada 2-nin qüvvətini 3-ü 2 qız çıxılsın 1-in üzərinə gətirmək olar. Yəni, belə bir qaydamız var edilsin. Loqaritma A üstü, tutaq ki, M, B üstü M bərabərdir loqaritma A əsası görə B-nin üzəri M bölünsün N. Və yaxud loqaritma A üstü M, B üstü M bərabərdir loqaritma A-nın qüvvəti M bölünsün M B. Belə də yaza bilərik. Və ikinci qayda bizə burada səhv edir. Loqaritma 2 qız çıxılsın 1, qüvvəti 1-dir, yuxarıda da 3-dür. Yəni, qüvvət üstü 3-də 1 şəkildə yaza bilərik. 2-ni də loqaritma 6 ifadədə yerində yazırıq. Bərabərdir loqaritma 3 əsasa görə 2. Baxın, ortada bərabərliyi var. Loqaritma 6 ifadələr hər ikisi 2-dir və bir-birinə bərabər. Deməli, əsaslar da bir-birinə bərabər olmalıdır. Yəni, 2 qız çıxılsın 1, qüvvət üstü 3-də 1 bərabərdir deməli 3-ə. Təliyi həll eləmək üçün hər tərəflərini kuba yüksətmək olar. 2 qız çıxılsın 1 bərabərdir. 3-ün kubu yəni 27 və 2 qız bərabər olur 28. Buradan da x-i tapmaq olar. X bərabər olur 14-ə. Doğru cavabımız olur A variantı. 23-ə baxaq. Müstəvi xaricindəki nöqtədən bu müstəvi 10-30 dərəcəli və 45 dərəcəli ucaq əmələ gətirən 2 mayil çəkilmişdir və bu mayillərin 30 arasındakı məsafənin ABC-yə ən kiçik qiymət 8,3 çıxılsın 8-ə bərabərdir. Böyük mailin uzunluğunu tapın. Deməli,
Müstəvinin üzərində olmayan nöqtədən əvvəlcə buna bir hündürlük çəkək, müstəviyə perpendikulyar çəkək, olsun hər hansı bir A nöqtəsi oturacağı olsun C. Deməli, 30 dərəcəli bucağı əmələ gətirən mail olsun, bu da B təpəsi. Biri də 45 dərəcəli bucağı əmələ gətirir. Yəni, hündürlüyə yaxınlaşdığınızda bucaq burada böyük olmalıdır. Oturacağı B ilə işarə edək. Baxaq, ACD düz bucağın üç bucağına. Bucaqlardan biri 45-dirsə, digəri də 45-dir. Bucaqlar CD-ni X qəbul etsək, ACD X olur. Və üç bucağa baxsaq, ABC üç bucağından 30 dərəcəli bucağın qarşısındakı katet X-a bərabərdir. Onda ikinci idi bucaq. Yəni, bucaq BAC 60 dərəcəyə bərabər olur. Bucaq BAC bərabər olur 60 dərəcəyə və 60 dərəcəli bucağın qarşısındakı katet 30 dərəcəli bucağın qarşısındakı katetin kökləri üçmüslidir. Yəni, BC katetindən söhbət gedir, kökləri 3x-a bərabərdir. Və kökləri 3x-dan da x-a çıxanda BD qalır. Deməli, BD bərabərdir. Kökləri 3x çıxılsın x. Və buradan x metrizə xaricinə çıxarsaq qalır, kökləri çıxılsın 1. Digər tərəfdən şərtdə bizə verir ki, bu maillərin oturacaqları arasındakı məsafənin, bu maillərə fikir verir, AB maili, AD maili. Onların oturacaqları arasındakı məsafə, yəni söhbət, bax, bu BD parçasından gedir. Yəni, BD məsafəsinin ala biləcəyi ən kiçik qiymət 8 kökləri çıxılsın 8-ə bərabərdir. Yəni, BD digər tərəfdən bərabərdir. 8 kökləri 3 çıxılsın 8. Və buradan da 8-in mötərizə xaricinə çıxarsaq, qalacaq kökləri çıxılsın 1. Yəni, x vurulsun, kökləri çıxılsın 1 bərabərdir. 8 vurulsun, kökləri çıxılsın 1. Bax, bunlar burada gedir, hər tərəfi kökləri çıxılsın 1-ə bölə bilərik. Cavabımız x 8-ə bərabər olur. Bizdən də soruşur, böyük mailin uzunluğunu tapın. Böyük mail AB-dir. Əgər x 8-ə bərabərdirsə, yəni 30 dərəcəli bucağın qarşısındakı katet 8-ə bərabərdirsə, onda hipotenuz 8 vurulsun 2, yəni 16-ya bərabərdir. AB mailin uzunluğu 8 vur 2, 16. 24-cü suala baxaq, çevrəsinin tənliyini bizə verir. Bu dairənin sahəsini tapın. Dairənin sahəsini yanımıza salaq, S bərabərdir, R kvadrat. Deməli, biz çevrənin tənliyindən R kvadratı tapmalıyıq. Çevrənin tənliyinə gəlin baxaq, X kvadrat üstə gəl, Y kvadrat çıxılsın 3Y. Baxın, bu Y kvadrat çıxılsın 3Y-in iki ifadənin fərqini kvadratına tamamlamalıyıq. 3-2-yə böləndə 1,5, 1,5-in də kvadratı bizə verəcək 2,25. 2,25 əlavə etdiksə, həm də 2,25-i burada çıxmalıyıq, bərabərdir 0. Deməli, x kvadrat üstə gəl, y çıxılsın 1,5-in kvadratı bərabərdir 2,25. Və çevrə tənliyi x çıxılsın a-nın kvadratı, üstə gəl, y çıxılsın y-nin kvadratı bərabərdir r-in kvadratı. Bizə də r-in kvadratı bərabər oldu 2,25-ə. Dairənin sahəsini soruşdurduq. Y kvadrat bərabərdir. Pi-nin də biri 3. 3 vurulsun 2,25. Bu da bizə verir. Deməli, 6,75. Fx azalan funksiyadır və f15 7-yə bərabərdir. F20-nin ala biləcəyi ən böyük qiyməti tapın. Deməli, azalan funksiyanın qaydasına gəlin fikir verək. Əgər, deməli, x1, x2-dən kiçikdirsə, baxın, 15 20-dən kiçikdir. Onda fx1, fx2-dən böyük olmalıdır. Azalan funksiyanın qaydası. Deməli, x1 bizdə 15-dir, x2 20-dir. 15 20-dən kiçik olduğu üçün f15 f20-dən böyük olmalıdır. Yəni, 7 f20-dən böyük olmalıdır. f20, belə deyək, 7-dən kiçik olmalıdır. Və bizdən ən böyük qiymətini soruşur. 7-dən kiçik f20-nin ən böyük qiyməti olacaq 6. 26-cı sual, f-in hansı qiymətində bu bərabərlik eynilikdir? Yəni, bərabərliyə fikir verək. Burada çevirmə düsturu var. Kosinus üstü 4 alfa üstə gəl, 4-də 1 vurulsun. Sinus kvadrat pi üstə gəl 2 alfa, pi üstə gəl 2 alfa keçir 3-cü rübə. İşarəsi mənfi olsa belə kvadrat var, işarəyə baxmırıq.
adım değişmir. Olur sinüs kvadrat 2 alfa beraberdir. Kosinüs üstü m sıkılsın 1 alfa. Fikir vererek deməli sinüs kvadrat 2 alfa 2 kat argometr üstüyle eğer tətbiq etsək kosinüs 4 alfa qalsın 4'te 1 vurulsun. Sinüs 2 alfanın üstünü yazaq. Sinüs 2 alfa beraberdir. 2 sinüs alfa kosinüs alfa 2 kat argometr üstünü kvadratı yükselden de olacak 4 sinüs kvadrat alfa kosinüs kvadrat alfa beraberdir. Kosinüs m sıkılsın 1 alfa. Ve burada 4'ten ihtisar gelir. Kosinüs kvadrat alfanın metresi karşısına çıkarak kalacak. Kosinüs kvadrat alfa üstte gel. Sinüs kvadrat alfa beraberdir. Kosinüs üstü m sıkılsın 1 alfa. Bu cəmdə 1, 2, 1'e beraberdir. Deməli, kosinüs kvadrat alfa beraber olur. Kosinüs üstü m sıkılsın 1 alfa. Ve buradan da görünür ki m sıkılsın 1, 2'ye beraberdir. Ve nihayet m de beraberdir. Geçen 27. suala. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Funksiyalara gəlin fikir verin. Üstünü funksiyaya aittir. Birincide y beraberdir. 3 üstü mənfi x. Üste gel 3. 3 üstü mənfi x 1, 2, 1 bölünsün. 3 üstü x'e beraberdir. Ve üstü funksiyonun qaydasını yanımıza salaq. Y beraberdir. A üstü x'da eğer A 1'den büyük olarsa demişik ki funksiya artandır. A 0 ve 1'in arasında olduğunda ise funksiya demişik ki azalan funksiyadır. Ve bu funksiyaların ne tekdir ne cüzdür. Yani bak burada varyantlarda tek funksiya, cüz funksiya diyen cevaplarda var. Yani hiçbiri bunlara ait olmayacak. Y beraber A üstü x funksiyası ne tekdir ne cüzdür. Bir bire 1 bölünsün 3 üstü x içe geldi. 3 ait olacak. Sıradan birinin arasında yani azalan funksiya yani birinci olacak. Bende ikinci 3 üstü x sırasının 3 yani A bekli bir halına aittir. Bu da artan funksiyadır. Artan funksiyadan A varyantında verilir. Sonra dikkatle fikir verin. Üçüncü funksiyaya gelme araştırak. Üçüncüde y beraberdir 3 üstü x üste gel 3 üstü mənfi x. Yani 3 üstü x üste gel 1 bölünsün 3 üstü x. Koşu teoremine göre 3 üstü x üste gel 1 bölünsün 3 üstü x büyük beraberdir ki vurulsun kök altında 3 üstü x vurulsun 1 bölünsün 3 üstü x. Ve burada 3 üstü x hareketli de olur büyük beraberdir 2. Yani kıymetler çokluğu olur 2'den müsbet sonsuzluğa. 2'den müsbet sonsuzluğa olduğu için aldığı en küçük kıymet 2'ye beraber olur. Yani bakın en küçük kıymet 2'dir. Y variantı bu ayrı olur. Üçüncüye kalır. Bak bu tek ve cüz fonksiya bunu da fikir vererek 3 üstü x üste gel. 3 üstü mənfi x daha. Cüz fonksiyanın qaydasında demiştik ki f mənfi x eğer x'e beraberdirse o zaman fonksiya cüz fonksiyadır. Diqqətlə fikir verin. X'in yerine mənfi x yazsak birinci olacak 3 üstü mənfi x. İkinci olacak 3 üstü x. Yani aynı şey alınacak. Özüne beraber olacak. Ona göre de bu funksiya cüz funksiyadır. Yani D variantı da uygun gelecek üçüncüye. Deməli 1 ve 2A 3 ise değil. 28. Bir deməli burada verilmiş məlumatların istisiyaya baxaq. Barqrafda mağazadaki A ve B markalı telefonların ve printerlerin sayı hakkında məlumat verilmiştir. A markalı telefon B markalı telefondan 10% ucuzdur. A markalı printer B markalı printerden 20% baha olmağına baxmayaraq A markalı telefon ve printerlerin qiymətləri cəmi B markalı telefon ve printerlerin qiymətləri cəmlə bərabərdir. Bax bu oxuduğumuz məlumatları gəlin diaqrama baxaraq bir tərəfdə yazaq və müəyyən bir nəticə alaq özümüz üçün. Baxırıq. Deməli A markalı telefon və printerlərə. A markalı telefonların sayı 16. Printerlerin sayı 28. B markalı telefonların sayı 20. Printerlerin sayı ise 16'ya beraberdir. Ve ikinci cümleye bakalım. A markalı
telefon B markalı telefondan 10% ucuzdur. B markalı telefonun əgər qiymətinə X ise A markalı telefonun qiyməti ondan 10% ucuzdur. Yəni olacaq 0,9 X. Ve A markalı printerin B markalı printerden 20% baha olduğuna bakmayaraq, deməli A markalı printer B markalı printerdən 20% bahadır. B markalı printerin qiymətinə Y desək əgər, onda A markalı printerin qiyməti 20% baha olacaq. Yəni 1,2 Y. Və A markalı telefon və printerlərin qiymətlərinin cəmi B markalı telefon və printerlərin qiymətlərinin cəminə bərabərdir. Baxırıq, A markalı telefon və printerlərin qiymətlərinin cəmi, yəni 0,9 X üstəgəl 1,2 Y bərabərdir. B markalı telefon və printerlərin qiymətlərinin cəmi, yəni X üstəgəl Y. 0,9 X sağa geçirsək, X çıxılsın 0,9 X bərabərdir. 1,2 Y çıxılsın Y. Yəni 0,1 X bərabərdir. 0,2 Y. Hər tərəfə ona vursaq, X bərabərdir 2 Y. Baxın, belə bir nəticə alırıq. Yəni bundan biz istifadə edəcəyik. İndi keçid alır 28-ci suala. Barqraftaki bütün məlumatlar radiusu 5 cm olan dairəvi diaqram vasitəsilə əgər təsvir edilərsə, A markalı telefonlar üçün ayrılan sektorun sahəsi necə kvadrat santimetr olar? Yəni burada söhbət nədən gedir? Bizə restonlu diaqramda verilən məlumatlar bu dəfə dairəvi diaqramdan radiusu 5 cm olan dairəvi diaqramda təsvir ediləcək və A markalı telefonlar üçün ayrılan sektorun sahəsini soruşur bizdən. Əvvəlcə fikir verək, A markalı telefonlar bütün məhsulların hansı hissəsidir buna baxaq. Deməli, bütün məhsulların gəlir cəminə baxaq. A markalı telefonlar 16 idi. 16 üstəgəl A markalı printerlər 28, üstəgəl B markalı telefonları 20, B markalı printerlər 16. Hamısını cəminə fikir verirsək 80'ə bərabərdir. Və sualda A markalı telefonların bizdən soruşur hansı hissəsidir. Ona görə A markalı telefonların sayının bütün məhsulların sayına nisbəti, yəni 80'də 16 5'də 1'ə bərabərdir. Yəni bütün dairənin 5'də 1 hissəsini təşkil edəcək A markalı telefonlar və bizdən burada radiusda məlumdur. Dairənin sayısına baxaq, S bərabərdir pi kvadrat və yerdə 5 verdiyi üçün 25 pi'yə bərabər olur və 5'də 1 vurulsun 25 pi. Bu da bizə verir 5 pi kvadrat santimetr. Yəni bizdən bunu soruşur da A markalı telefonlar üçün ayrılan sektorun sahəsi neçə kvadrat santimetr olar? Deməli 28-ci sualda cavabımız olur 5 pi kvadrat santimetr. Keçid alır 29-cu suala. 29-cu sualda A markalı telefon və B markalı printerlərin qiymətlərinin cəmi 120 manat olarsa, B markalı printerlərin qiymətini tapın. Deməli, bu dəfə qiymətlərin cəminə görə təliyi vurmalıyıq. A markalı telefon, baxaq. A markalı telefonlar qiymətini 0,9 X qəbul etmişdik. B markalı printerlər Y. 0,9 X üstəgəl Y. 0,9 X üstəgəl Y bərabərdir 1120 və bayaq nəticə almışdır. X bərabərdir 2Y nəticəsi almışdır. Gətir yerdə yazanda 0,9'u 2Y'ə vurmaq lazımdır. 1,8 deməli Y üstəgəl Y bərabərdir 1120. Yəni 2,8 Y bərabərdir 1120 və Y bərabərdir 1120'ni 2,8'e bölürük. Hər tərəfə ona vursaq 1120 bölünsün 28. 112 28'e bölünür. 4 alınır. Deməli Y 400'e bərabərdir. B markalı printerlərin qiymətini soruşurdu. B markalı printerlərin qiymətini biz Y qəbul etmişdik. Deməli cavab olur 400. Keçid alırıq 30-cu suala. Bu mağazadan təsadüfi olaraq seçilən iki telefonun eyni markadan olması hadisəsinin ehtimalını tapın. Deməli, telefonların sayına baxaq. A markalı telefonumuz 16 idi. B markalı telefon 20 idi. Cəmi 36 telefon var idi. Mümkün hal sayı olacaq kombinizon 36'dan 2. Çünki bu 36 telefonun içindən, yəni arasından 2 telefon seçiləcək. Onların eyni markadan olması hadisəsinin ehtimalını tapın. Ya hər ikisi A'dan olacaq, ya hər ikisi B'dən olacaq. Deməli, məxrəcimiz kombinizon 36 2. Surətimiz ya hər ikisi A'dan 16'dır. Kombinizon
16'dan 2 ya da her ikisi B markasından, yani kombinezon 20'den 2. Hesaplamaya bakırıq. 36'dan 2, 36 vurulsun 35 bölünsün 2, 16'dan 2, 16 vurulsun 15 bölünsün 2, 20, kombinezon 20'den 2, 20 vurulsun 19 bölünsün 2. 36 ve 2 kısa geçse 18 vurulsun 35, 16 ve 2 kısa geçse 120. Deməli 8, 8 vur 15, 120, üstəgəl 10 vurulsun 19, 190. 120 üstəgəl 190, 310. 18 vurulsun 35. Deməli burada 35 sadədir, 31 vurulsun 10 şeklində göstərsək, burada da 9 vur 2, 7 vur 5, deməli 2 vurulsun 5 bizə 10 verəcək, 63 vurulsun 10, 31 vurulsun 10. Onlar da burada ixtisar geçsə cevabımız 63'də 31.